Hər vaxtınız xeyir. Davam edirik 98-ci sualla. Denidasiya proseslərinin üstün olduğu məntəqələri müəyyən edin. Denidasiya prosesləri əsasən dağlıq bölgələrdə olur. Dağlıq bölgələrdə uzunmüddətli denidasiya prosesləri baş verəndə süxurlar aşınır, parçalanır və hamar ərazilər, yəni düzənliklər yaradır. Dağlıq bölgələrdə də belə düzənliklər yüksəkliklər və yaylalar hesab olunur. Yüksəkliklərin hündürlüyü 200 metr ilə 500 metr arası, yaylaların hündürlüyü isə 500 metrdən daha yüksək olur. İndi biz 98-ci suala fikir versək, Cənubi Amerikanın xəritəsi verilib. Biz əgər Cənubi Amerikanın fiziki xəritəsini biliriksə, birinci məntəqədə Amazon ovalığı yerləşdiyini bilirik. Ümumiyyətlə ovalıqlarda denidasiya prosesi getmir, ancaq yüksəklik və yaylalarda gedir, yəni hündür ərazilərdə. Ona görə 1 olmayacaq, çünki Amazon ovalığıdır. İkinci, Braziliya yaylası. Bəli, yaylalarda denidasiya prosesləri olur. Ona görə 2-ni götürürük. 3 Qviana yaylasına uyğun gəlir. Ona görə 3-ü də götürəcəyik. 4-ə baxsaq, La Plata ovalığı, ovalıqlarda denidasiya prosesləri getmir. Ona görə 4 olmayacaq. 5 Patagoniya yaylası, ona görə 5 olacaqdır. 6 Orinoco ovalığı, ovalıqlarda da denidasiya prosesləri getmir. Ona görə 98-də 2, 3 və 5 doğru cavab hesab olunacaq. 99-cu sualda isə akkumulyasiya prosesləri. Akkumulyasiya prosesləri isə əksinə ovalıqlarda olur. Ona görə 99-cu sualda 1-ə baxsaq, Braziliya yaylası, yaylalarda denidasiyadır. 2-də La Plata ovalığı, bəli, ovalıqlarda akkumulyasiya prosesi gedir. 3 hesab olunacaq Qviana yaylası. Qviana yaylasında denidasiya prosesləri gedir. 4-də Amazon ovalığıdır. Amazon ovalığında da ovalıq olduğu üçün orada da akkumulyasiya prosesi üstündür. 5 Patagoniya yaylası, yaylada denidasiya olur. 6 Orinoco ovalığı, ovalıqlarda da akkumulyasiya prosesi üstün olur. Ona görə 99-cu sualın da cavabı olacaq 2, 4, 6.